80 yaşlı Azərbaycan şəhərinin ilk və tək şokolad evi. Deyilənə görə Mingəçevirdə buranın bənzəri yoxdur. Bilməyənlər üçün deyim ki, Hazel milli şokolad brendidir. Burada Belçika şokoladları, meyvə quruları, çərəzlər, çaylar, kofelər və müxtəlif desertlər satılır. Deyir bu tortdan ötürü Gəncədən Mingəçevirə gələnlər var. Ən çox satılan məhsullardan biri budur. Bunun qiyməti neçədir? 68 manatdır. Bunların deməli sloqanı maraqlıdır. Dadın poetik tərəfi. Yəni burada şeir kimi şokoladlar var. Hazeldən 2 mərtəbəli özəl belə bir şirniyyat boğçası. Əla görünür. Bu 180 manatdır. Burada marakuyası var, makadamiya fındığı var, dədə-baba fındığı var, meyvə quruları və çərəzlərdir hamısı. Qiyməti 99 manatdır. Deməli burada kofe bölməsi də var. Aparat üçün və cəzvə üçün Latin Amerika kofesi var. Üyüdülmüş 100 qramı 5.20-yə. Burada əzmələr və ballar var. Burada zeytun yağı da var, günəbaxan yağı da var, ballar da var. Hara baldır bunlar? Zakatala balı var burada, meşə balı. 9 qramı 33 manat. Bunlar təmiz baldır. Deyir çaylarımızda renk qatkısı yoxdur, təmiz çaylardır. 100 qramlıqların qiymətinə fikir verin. 3 manat 53 qəpik, 3.90. Lənkəran çayı var, Astara çayı var, Zakatala çayı da var. Bilmirdim mən açığı. Quş südü tortu, sırf bu torta görə Gəncədən gələnlər var. Ümumiyyətlə buranın şirniyyat vitrini var. Özdə xeyli də satılıb, desertləri filanları. Ağdaşdı, Yevlaxdı, yaxın ərazilərə çatdırılma da eləyirlər. Toy, nişan, xınayaxdı, müəllimlər günü, bayramlar. Yəni kimin nə hədiyyəlik işi varsa, rahat bu mağazadan gəlib seçim edə bilər və yaxud da sifariş edə bilər, çatdırırlar. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.